Yardımlının şəlaləsinə qalxmayacaq dedi, amma qalxdı. Çok gözəldir. Adam girib düşünmək istəyir konkret. Şükür Allaha, artıq bəlkə 270 kilometrdə gəlirik. Bu şəlaləyə görə dəyər, bu xoşbəxtliyə görə dəyər. Səsi eşidirsiniz? Bu səsi şırıltısı bizi xoşbəxt edir. Bizi sevindirir, bizi şad edir. Bəli, Yardımlının gözəl, qəşəng şəlaləsi. Qardaşlarımız da oradadır. Yardımlı yoluna gedəndə görəcəksiniz sağda şəlalə yeri yazılıb. Girib bura baxa bilərsiniz. Giriş də yəni pulsuzdur. Təbii ki, vətənimizdir, torpağımızdır. Bura baxmaq olar. Dəyərli qardaşlar, mütləq həzz ala bilərsiniz. Möhtəşəmdir. Həyatda xoşbəxtlik də oradan da budur. Velosipeddən Bakıdan biz Yardımlıya gəldik. Velosipeddən Yardımlıya gəldik. Bu keyfin həzzini yaşadıq. Bu keyfin həzzi bu şəlalə idi. Biz onu görüb ürəyimiz açıldı, xoşbəxt olduq. Xoşbəxtliyi istəsək, mən də bunu deyərdim sizə. Yardımlıda hələ ki bizim mənzərəli gözəl turumuzu sizə paylaşırıq. Yardımlının gözəl mənzərəsini sizə paylaşırıq. İnşallah ne işləyirik. Balaca dostlarımız. İlçin sakinləri. Şən, möcüzəli. Möhtəşəm bir yerdir. Sen su aldın mı? Ha? Nereden bulmuşsun bu kadar olmuş? Gəlmişik bulaq suyu doldurmağa. Hər şey maraqlı oldu, ləzzət elədi. Gəzdik hər yeri, üzümüz gülür. Paydom qalxmışıq, üzümüz gülür. Yok, bana bak. Burada üz gülməz də yəqin ki, adamın ürəyi partlayar. Amma biz görürsünüz bu yollarda xoşbəxt oluruq. Desəz ki, paydyomun ən ağırı nədir? Torpaq yolundan paydom qalxmaq. Bütün bəlalar bizə şirin gəlir də o qədər velosiped sevgisi ilə yaşayırıq. Deməli Lerikə gedən yoldur, görürsünüz. Yol torpaqlıqdır deyə hamımız əlimizdə belə düşürük, məcbur. Çünki mümkün deyil də, yəni bu yolda, o yolda üzü aşağı velosiped torpaqlı yolla sürmək. Həm velosipedimizin nakladkası qırılacaq, həm rotorlar dağılacaq, həm təkər deşiləcək. Yəni 100 dənə problem saya bilərəm də. Ona görə torpaqlıq yolçu nəzərdə tutulmayıb. Görürsünüz nazik təkər, ağır yüklərimizi görürsünüz. Yəni bu o deyil. Yəni bu təkərlə, keçəl təkərlə bu ol deyil. Burada sporlu velosipedin yeridir. Həyatımızla əlləşə-əlləşə üzü yuxarıdan düşürük. Velosipedlərimizdən kəsədən düşdük. Düz qabağa düşdük. Kəsədən düşənlər hə. Qabağa düşdük biraz. Mənim şotuma. Sağ ol da demirlər bax. Oydu. Bütün qarpız yeməyinə bax. Əlaydı. Gedirik. Fıso, bundan sonra velosiped sürəcəyik. Çünki yoxuşlar da Fıso. Sizə yer dünyasında olan cənnəti göstərirəm. Bura artıq Lerikin gələcəyidir. Yardımlıdan gəlmişik, özü aşağıdan gəlmişik. Neçə kilometr demək olar, yadımdan çıxıb. Üzü Masalıdan ancaq yuxarı qalxır. Görürsünüz, belə bir şey. Qardaşlarımız da gedir. Aşağıda çay axır. Bəlkə görə bilirsinizsə. Belə mənzərəli gözəl yerlərlə gəlirik. Məqsədimiz yalnız belə yerləri tur edib, Azərbaycan rayonlarını tur edib, velosipedi necə deyərlər, yaxşı, sözün əsli yaxşı mənasında təbliğ etməkdir, yəni yaymaqdır ki, velosiped sürmək, yəni hər şeyi əldə eləmək olur. Yəni velosiped sürməklə istənilən ağır turları tamamlamaq olur. Yəni bunu etmək olar. Yəni biz inşallah ki bunu bacarmağa çalışırıq və bacarırıq da. Həyatda xoşbəxt olmaq desək, biz bu cürə xoşbəxt oluruq. Biz velosipedçi olaraq həyatda etdiyimiz xoşbəxtlik. Biz ikicə gün vaxt tapan kimi qaçırıq tura. Yəni ikicə gün vaxt tapdıq, bayram günləri, 2 gün vaxt tapanda belə qaçırıq tur edirik. Rayonlara tur edirik. Çünki biz bundan xoşbəxt oluruq, biz bundan şad oluruq. Biz bu yerlərə maşınla da gələ bilərik. Şəxsən məsələn tur eləyəndə maşından çox pulumuz çıxır. Amma bunu velosipedlə eləmək daha başqa bir aləmdir, daha başqa bir zövqlüdür.
qəşəng mənzərəli yerdir, gəldik. Çayın səsini eşidirsiniz də yəqin. Ən gözəl ləzzəti budur. Zövq alırıq, xoşbəxt oluruq təbii ki. Yəni, bitməz də dediyimiz xoşbəxtliklə qardaşlarımızla. Hamı çəkə-çəkdədir də yəni. Mənə baxın. Qəşəngdir. Allah dayımızdan razı olsun, bizə yolu göstərir. Lerikdən olan dayımız. Allah can sağlığı versin. Hal-hazırda Lerikin çətin podyumlarını qalxırıq. Görürsünüz, bu vəziyyətdədir. Allah razı olsun dayı. Allah köməyiniz olsun. Dayı çəkirəm, problem yoxdur. Çəkirəm sizi, problem yoxdur. YouTube'da paylaşacağım. Allah can sağlığı versin sizə. Allah qorusun. Bana bak, Yorulmuyorsunuz. bu daş yol üst yapılacak. Soyun bu tayında elə bir dara var bir tane, daranı keçəcək. Allah can sağ eləsin, dayının yolu göstərir. Bizə də ümid verir. 1-2 kilometrdir qalıb. 1-2 kilometrdə inşallah çatacağıq da. Bu yol da olsa yox, çətinliklə də olsa. Ləvəngi yeyəcəyik biz. İnşallah necə ki deyirdim, Şəkidə piti yeyəcəyik. Gedib piti yedi, sən də ləvəngi yeyəcəyik. İnşallah. Deməli yaxşı düşmüşük. Atışdırırıq biraz. Yüngül yağış yağır. Amma nə olsa belə o yol gedəcək də yəni. Beynimizə vurmuşuq ki, o yol gediləcək. Leysan da olsa, yağış da olsa inşallah ki gedəcək. Allah köməyimiz olsun ki. Nəhayət Lerikə girdik. Lerik atçılıq deyək, mərkəzi arxada qalır. Gözəl mənzərəli Lerik. Şingədulan kəndi Leriki. Gəldik. Mənzərəli, gözəl Lerik. Çox gözəl bir velosipedçi dostlarımızla hazırlaşırıq artıq Lerikin içərisinə getməyə. Lerikdəyik, biraz artıq axşama düşürük. Çətin oldu. 65 kilometrə yaxın podyum, yəni yoxuş qalxmışıq, bilirsiniz. Daşlıq yoldur, bax görürsünüz. Bu yollardan ancaq podyum qalxmışıq, yoxuş qalxmışıq. Bu da insanı yorur, bezdirir, insanın enerjisini salır. Amma yenə də biz velosipedçi olaraq biz həyatımızdan yana razıyıq. Çünki bu İranın bezsəydi bu saat, bu qazel var, məsələn, görürsünüz qazel gəlir. Adi qazel gəlir, görürsünüz. Bu qazellərdən xahiş eləsəydik, bizi aparsın. İnan ki, at qaz eləməzlər də. Yəni, arxasına qoyub 1000 dənəsi keçib bəlkə buradan, neçə dənəsi keçib. Amma bizim məqsədimiz var da. Yəni, məqsədimiz nədir? Sadəcə bütün turları maşınsız, velosipedlə başa vurmaq. Yəni, biz bunu bacarırıq. Gələm qardaşım, belə qardaşlarla təbii ki, motivasiya gücü ilə gedirik. Çünki məqsəd, insanda bir məqsəd olsa, o məqsədi sevməlidir. Yəni, adam var məqsədə çatır pula görə. Yəni, məsələn, pul verirlər, bunun qarşılığında bu işi görür. Və o işi səmimi görmür və ya sevgi ilə görmür. Biz bu işi pulsuz, yəni bizim naborot pulumuz çıxır da bu yol. Amma biz istirahat edib xoşbəxt olur. Çətin oldu. Yağmurluğu da geyindi əynimizə. Dedi, yağış yağacaq. Amma yağmadı. Şükür Allaha yağmadı. Yağış yağsa daha pis olardı. Amma inşallah Lerikə çatırıq da, az qalıb. Səbir eləyirik, səbir. Gecə vaxt saat 8-in yarısı olar. Podyum qalxırıq. Dağların arası görürsünüz. Hər yer dağ, aşağı meşə, nə bilim. Çətinlik oldu bu tur. Səbir eləmək lazımdır. Yalnız səbir. Yalnız səbir. Lerikin plakatındayıq. Lerik şəhəri azdır. Artıq giririk. Yol dumanlıdır. Qardaşlarımızla gedirik. Ağırdır, çox. Düşdük. Təsəvvür edin ki, axşama. Allah bizə səbir versin. Qaranlıq, vəziyyət də çox pisdir də, yəni heç yaxşı deyil. Görək başımıza nə gəlir. Lerik şəhərinə gəldik. Əlhəmdülillah, Lerik şəhəri
çətinliklə, acı ilə, qardaşlarımızla biz bu turu bacardıq. Şükür olsun Allahın böyüklüyünə. Bu paydom ağır oldu. Bu arabasız olsa da. Ağır oldu. Şükür ki ama bacardıq. Çətinliklər hər zaman olur. Olmalıdır da. Bu çətinliklərə sadəcə səbr etmək lazımdır. Səbir də Allahdan gəlir. Və biz də şükür Allah o səbri bacardıq. Velosipedçi qardaşlarımız təbii ki, onların motivasiyası ilə Yaşar qardaşımız da. Yaxşıdır Yaşar, salamatçılıqdır qardaşım. Yorğunçuluq da. Səhər onun yarısında səhər yeməyində qalmışıq. Acından bitər oluruq da. Yol boyu heç də tapa bilmirik ki, bir şey alaq. Dedik ki, parkındayıq deyəsən. Hər yer çiskindir. Hava çox pisdir də bu vəziyyətdədir. Lerikdəyik. Parkıdır deyəsən bura. Axşam vaxtı gəlib çıxmışıq. Saat artıq 8-dir. Əgər burada svetofor varsa biz artıq çatmışıq deməkdir. Gəlmişik Lerikin mərkəzində. Lerik mərkəzi xəstəxana. Qardaşımız bizə yardıma çalışır. Yardım əlini uzadır bizə, ev axtarır. Zal qardaşımız, Allah qorusun onu. Allah canı sağ eləsin. İnşallah ki bir dənə tapılar. Şükür Allaha. Orada. Abi Allah. Yaxşı insanlardan Allah razı olsun. Gedirik. Kafede yemek yemeye. Sevincimizin həddi yoxdur. Yeve yerləşdik. İnşallah düşürük kafeye. Çünkü səhər onun yarısından yemek yemirik. buradan getiriyorsun. Yəni təsəvvür edirəm də nə vəziyyətdə olaraq. Böyle avtobus gitmiyor. Yok böyle yok da şeyler var. Biz gidiyoruz. Arkadaşlarla akşam yemeği değil. Danış kardeşim, narahat olma. Rahat danış elə. İşte belə bir restorandır. İnşallah ki sabah Lənkərana gedəcək. 70 kilometr paydon qalxır. Ama şükür dəyər. Gəlib akşam dona buğlaması, yeməklər yeyəndə. Yok canımda görürsən. Çox həyalı. Süper. İzləməyə qalın inşallah sabah. Bir möhtəşəm turumuz olacaq. Ben bütün son videosu çəkirəm. Sən yeməyin. Allah can sağ olasın. Dedikdə dayımız bizə o qədər yardım sevər dayımız kömək elədi. Allah can sağ olasın. Hər şey mükəmməl. Oturanda teker. Hər şeydir, hər şey. Əlaydı. Şöyle 8 orada 8'den aşağıda düşüreceğiz. Yeməmizi yiyib inşallah davam edəcək. Lənkərana Allah rızı ilə. Lerikdə belə qəşəng həyat evində qaldıq. Gedirik. Möhtəşəmdir. Lerikin belə qəşəng həyatda evi idi. Belə evlər. Şükür tüm turumuzu bitirdik. Artıq üzü Lənkərana. Samirgil bizi gözləyir. Yolumuz buradan Lerikdən. İnşallah Lənkərana. Lerik rayon icra hakimiyyətidir. Bu ərazidə qaldıq. Belə yuxarı qalxdıq. Lerikin artıq şəhərindəydik. Bu da Lerik rayon mərkəzi xəstəxanası. Hər şey möhtəşəm idi. Belə gözəl şəhərdir. Yəni ağlımıza gəlməzdi də. Yəni Lerikin belə gözəl, təmiz şəhəri var. Kəndləri var təbii ki. Kənd kimi hesab edir ki, yəqin nə bilim dağlıq falan, dağlıq yerlər, amma şəhərinə baxanda Bakıdan seçilmir. Havası təmiz. Bir var ki, neft qoxulu yer olsun Bakıda kimi demək. Bir də var ki, dağ qoxulu yer. O daha gözəldir. Yəni iştah da elə olurdu ki, dünən çox gözəl istirahət də elədik. Hər şey əlaydı. Möhtəşəm idi. Razı qaldıq. Bundan sonra da elə yolumuza Lənkəran, oradan sonra da inşallah Bakıya. Əlaydı və qardaşlarımıza sualma gedib inşallah ki yolumuz davam hələ Lənkərana da qismət olsa çəkəcəyik Allahın izni ilə. Lerikdən olan Əli dadam. Əli, hədiyyə necədir? Xoşuma gəldi. Arxa işıqdır. İnşallah o arxa işıq bilsə də nə? Bəzən uşaqlar onu taxmır. Arxadan gələn maşın səni görsün deyə.
mütləq arxa işığı olmalıdır. Mütləq. Allah canı sağ eləsin. Əli YouTube-da nə deyə bilərsən? Abunə olsunlar. Abone olsunlar. Beğenip ve vesile sürmeyi hamıya xeyirli ve Sağlamlıqdır, əlbəttə. Allah canını sağ eləsin. Əli balaca qaqamı, Allah ona can sağlığı versin. Bizim məqsədimiz zaten sağlamlığı təbliğ eləməkdir. Bizim məqsədimiz sağlamlığı təbliğ eləmək və gənclərə düzgün örnək olmaqdır. Yəni YouTube platforması şükür Allah çoxdur, yaxşı. Bəzi platformalar var ki, pis şeylər yəni təbliğ edir. Biz də TikTokdadır, Instagramdadır xeyirli şeylər təbliğ edirik ki, belə cavan qardaşlarımız, balaca qardaşlarımız yaxşı örnək götürsünlər. Əli, səhv iş görmürük ki. xeyir. Velosipetin sağlamlığı təbliğ edirik də, düzdür. Ona görə də işimiz, məqsədimiz budur, yalnız. Allah səni qorusun, mənim qaqamsın. Bəli, Lerik şəhərinin bu gözəlliklər dolu şəhərdir. Yəni bu plakatı görürsünüz. İndi aleyküm salam. Siz indi bunun görünməyən tərəfinə bir dənə baxın, heç də demirəm. Abunə olub dəstək olmağı unutmayın. Zəhmət olmasa. Bu mənzərəni izləyin. Başqa heç bir şey demirəm. Sadəcə susuram. Yəni xoşbəxtlik deyəndə yalnız bunu nəzərdə tutmaq olar. İstirahət yalnız buradır. Burada istirahət eləmək daha başqadır. Başqa zövq verir. Mənzərəyə baxıb. Bundan həyatda zövq almaq lazımdır. Həyatınızı gözəl yaşayın. Fərqi yoxdur. Siz velosipetsiz də gələ bilərsiniz. Biz velosipedi sadəcə sürməyi təbliğ edirik, sağlamlıq üçün. Şəhərdə, hər yerdə velosiped sürün, sağlam qala bilərsiniz. Amma rayonlara biz demirik, sırf velosipedlə gəl. Siz rayonların bu mənzərələrini görmək üçün, məsələn, lap başınla gəl, amma bu mənzərələri gəlib yaşayın, görün. Sadəcə xoşbəxt olun. Biz çətinliklərlə gəlmişik bura. Biz deyirik ki, neçə dərəcə podyumları olub ki, biz oraları qalxmışıq. Onların videolarını ki, təbii ki, paylaşmışıq, görmüsünüz. Yəni bundan daha mükəmməl demirəm turlar olacaq, amma bunun kimi mükəmməl turlar sizi gözləyir. İnşallah ki, abunə olarsınız, dəstək olarsınız. Zəhmət olmasa bizim də istəyimiz sizdə odur ki, biz bu gözəllikləri sizin abunənizin sayəsində yüksələk inşallah və bütün gözəllikləri sizlərlə paylaşaq. Biz artıq Leriki çıxırıq. Axşamda videosunu çəkmişik. İndi gündüz də buradan inşallah ki, qardaşlarla qaydırıq Lənkərana, oradan da Bakıya inşallah. Lerikə çox çətinliklə axşamda buranın videosunu çəkmişik. Yəni Fərid biri də buradan biz konkret olaraq əziyyətlə keçdik. Yol dumanlı, çiskinli, əziyyətlə, əzabla, bəlayla. Amma şükür Allah gəldik. Biz o dağlara aşıb gəlmişik də, yəni təsəvvür edin. Biz elə-belə yol gəlməmişik. Çünki o çətinliklə bu yolları gəlib çıxa bildik. Məqsədimiz nə idi? Lerik. Lerikdə mənim olduğu 40-cı turum oldu. 40-cı. 40 dana 9 ay yollarda, 9 ay ərzində 40 dana rayon gəzmişəm. Şükür Allah velosipedlə. Və qismət olsa da Azərbaycan bütün rayonlarını gəzəcəyik. Lerik şəhəri salam olsun və sağ ol olsun sizə. Biz artıq çıxırıq. Maşallah. Belə yerləri bir yerdə gəlmişik də yaşaraq. Fikir ver. Yəni zarafat deyil də. Akşam dumanı idi, bilinmirdi amma qəşəng mənzərə var. Bildiyiniz bax yuxarı çıxıram. Amma bu dağları aşmışıq. Qardaş zarafat deyil. Sizlər təsəvvürünüzə gətirə bilərsiniz. O dağlar hamısını aşıb biz buyurdan qalxmışıq Lerikin ən yuxarı mərtəbəsinə. Biz Lənkəran Bakı yoluna gəldik. Şükür Allaha. o hissədən, Lerikdən düşdük artıq. Hər şey gözəl oldu. Yəni məqsədimiz Lerik idi. Leriki də tamamladıq. Allah razı olsun. Diqqətli olun, yolda qalmayın. YouTube'dadır. Bəli, biz bu yazılar hər zaman görsənir, hər yerdən görürük də, yəni platformalarda. Bunun bir görünən tərəfi var, bir də görünməyən tərəfi var. Yəni Lerikdəyəm, görünməyən tərəfi, baxın bir dənə, görürsünüz. Görünməyən tərəfi budur. Aşağıda çay axır.
Görürsünüz. Aşağıda çay axır. Bəli. Bu daha gözəldir. Yəni bu mənzərədir, bu gözəllikdir, bu sevgidir, bu keyfin özüdür, xoşbəxtliyin özüdür. İnsana qalacaq təbiətin sevgisi, xoşbəxtliyi, görmək, gəzmək, həm velosipedçi olmaq bir xoşbəxtlikdir, həm də mənzərələri gəlib tur eləmək başqa bir xoşbəxtlikdir. Həyatda hər xoşbəxtlik, yəni yaşamaq üçün velosipedlə mənzərələri tur eləmək daha gözəldir. Təbii ki, çayın səsi, dağların arası təsəvvür edin də, yəni görürsüz də. Bunun gözəlliyi tam başqadır. İnşallah ki, hələ yolumuz davam edir. İnşallah ki, para Lənkərana. Oradan da Bakıya Allahın izni ilə, qardaşlarla Yaşar şükür Allaha gəldi, çıxdı. Şey yoxuşlar var ya, onları mən risk edib düşə bilmirəm. Yaşar, Sən maşallah olsun, sən. Yox, stop, böyle. Ay yox, saxlamaq olmur, qurban sən. yox, Sən mən- nə hal oldu özün Hə, Sən boş- ocaq yükünə necə düşürsən qardaş? Allah razı olsun. Bu Samir mənə, bu Samir mənə. Yük dedikdə, yük dedikdə bunlar nəzərdə tutur Yaşar. 40 litr yüklə üzü aşağı düşmüşəm. Görürsünüz dostlar. Yəni bu vəziyyətdə. Ya şükür Allaha da, yəni İnanın Allahın adını çəkə-çəkə düşürdüm də, yəni o dərəcədə. Səhərdə var necə düşür, çatmaq olmur diyorlar. Manyak da baş Mən bir də artist deyib elə demə ya, mən gedəm mənəm. çıxır da qardaş, o qədər faydalı. Əlbəttə, dünə deyinə qalxırıq. Amma o deyim. Allah oldu, Samir də şeylə düdüldədə gəlirdi. Uşaq kimi sevinirik. Bu yol da elə təhlükəli. Möhtəşəmdir. Mənzərə, gözəllik yerdə mənzərə bunlar nəzərdə tutulur ki, biz Lənkərana dedikdən gedirik. Belə yolla getmək daha zövqlüdür. Təbii ki, daha xoşbəxtçilikdir. Daha zövq vericidir. Görürsünüz? Təbii ki, velosiped varsa xoşbəxtçilik var. Yerişdəyik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Gözəlliklərlə dolu dedik. Nasıl? Siyabludayıq. Görürsünüz. Həmsə eşitmişəm adını, tanışlar olur. Siyablı kəndi belə göstərir, yəni bu tərəfdədir. Salam olsun Siyablı kəndində olan hər kəsə. Yaxın dostlarımız da var orada. Tanışlarımız var. Hələ lirikdəyik. Gözəllikdir, həqiqə buna da, oyda. Hələ o, görürsünüz orada dağların arasında evlər var. Düz üstü də meşə kimi. Orada yaşamaq. Orada bir dənə evin olar, yeyib yaşasın. Ya da ki bir ev tutasan qalasan orada. Həqiqətən qəşəngdir. Biraz istirahat edib, təzədən hələ ki Lənkərana gedirik. İnşallah. Lənkəran yoluna giriş yapdıq. Lənkərandayıq. Artıq Lənkərandayıq. Artıq oldu. Motivasiyamız çox qəşəngdir. Demək kəndi kesirik. Velosipedlərlə gəlmişik. Bakıdan Lənkərana qədər. Şükür olsun Allah, artıq bitiririk turumuzu. Az qalır. Allah sizləri qorusun. Yaxşı ki varsınız. Bizlərə dəstək oldunuz, dəstək olursunuz da. Zəhmət olmasa mütləq YouTube səhifəmizə abunə olun, dəstək olun. Qabaqda maraqlı turlar var. Qismət olsun, Qəbələ İsmayılı turumuz da olacaq. İzləmədə qalın. Mütləq bizi abunə olun. Abunə olun ki, qabağınıza, qarşınıza belə videolar çox çıxsın. Bəli, Lənkəran, artıq Lənkəran Bakı. Bəli, davam. Salam, salam.
rayonunda deyir, səhv eləmirəm, yəni digər ərazidir. Lənkəran. Bəli, Lənkərandayıq biz. Bu ləməngini mütləq. Lənkəranda gəlib ləməngi yeməmək. Yəni özümüzə ayıb gəldiyilə, yəni biz Lənkərana gəldik, çatdıq şükür Allaha. Artıq 300 kilometrdən yuxarı tur eləmişik. Kilometrajımız da dayandırmalıyıq, sanmıyorsun. Kilometraj olaraq məndə elədi 324 kilometr. 324 kilometr möhtəşəm. Yol boyu dediyimiz turla bağlı deyə bilərik ki, hər şey ağlaydı, maraqlıydı, narahatçılığımız olmadı. Yəni, çətinliklər olmalıdır, amma çətinliklərin bəhrəsi təbii ki, oturub belə rahat çörək yeməkdir, bəhrəsini görməkdir. Şükür yağış yağmadı, yağış. Şükür, yağış yağmadı, bəli. Əsas odur. Nuş olsun qardaşlar bir daha. Allah sizləri də qorusun, var olun ki, gözəl güclü motivasiya verdiniz. Artıq Lənkəran qurğuna gəldik, avtovağzala gedirik. Artıq biz turumuzu bitirdik, ay. Bəli. Süper. Qaydırıq Bakıya. Özünüzdən müğayət olun. Biz artıq Bakıya gedirik. Hər şey əlaydı. Turlarımıza maraqlı oldu. İnşallah izləyin, abunə olun. Bizə dəstək olun.